Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasına dəyişiklik edilib. Konkretas xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Dəyişikliyə əsasən əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar elektron hökumət informasiya sistemi üzərindən təqdim edilə biləcək. Bu qərarlarda göstərilən məlumatların elektron hökumət informasiya sistemi üzərindən təqdim edilməsi həmin qərarların tətbiq edilməsinə bərabər tutulacaq.